növbəti suala. Deyir, bir sinifin 70% qızdır. Əgər bu sinifə 20 oğlan yazılsa, sinifin 44% oğlan olur. Buna görə başlanılsa, sinifdə neçə oğlan var idi? Deməli, sinifin sayına bir dənə x deyirik. 70% qızdır. Qıza yazaq 70x. Bölüb 100-də yaza bilərik, 0.7x. Sadəcə kəsrə getməmək üçün belə yazıram. Oğlan isə, onda bunda yazaq, çaşmayın sonra orada, 0.7x. Oğlan isə qalacaq 0.3x. Ümumi x olduğuna görə. Deyir 20 oğlan gəlsə, bunun üzərinə 20 gəlirəmsə, ümumi sinifdə 20 vahid artır. Deyir ki, 44% oğlan olur. Deməli, ümumi sinif oldu x üstəgəl 20. Bunun 44% olmalıdır oğlan. Yəni 0.3x üstəgəlsin 20. Vurub açıram. 44x üstəgəl 880 bərabərdir 30x üstəgəlsin 2000. Olacaq 14x bərabərdir 1120. X-də alacağıq 1120-ni 14-ə bölən. X olacaq 80. Bizdən oğlanı soruşur. Oğlanda 0.3x idi. 0.3-ü vuram 80-ə, cavab olacaq 24.